İlkinlə bağlantımız var. Şəhər mərkəzindən yeni illə bağlı, yeni il yarmarkası ilə bağlı Bakı bulvarında vəziyyət necədir? Hansı mənzərə var? Buz meydançası da var orada. Görək İlkin burada sürüşəcək yoxsa yox. İlkin, hər vaxtın xeyir olsun. Hər vaxtın xeyir olsun Rahil və Sevda. Xüsusi olaraq qeyd edək ki, artıq yeni ilə 29 gün qalıb. Və biz hazırda bulvardayıq. Qeyd edək ki, səhər saatlarının olmasına baxmayaraq, hələ ki burada şəhər sakinləri eyni zamanda şəhərimizin qonaqları yoxdur. Amma axşam saatlarında iynə atsa sözün həqqi mənasına yerə düşməz. Səni buz meydançasında gözləyirik ki. Buz meydançasını səhər saatları olduğuna görə hələ ki açılmayıb, amma mən bununla bağlı xüsusi reportaj hazırlayacağım, onu da təqdim edəcəm sizə. Xüsusi olaraq qeyd edim ki, bu ərazidə hansı yeniliklər var, və bura gələn şəhər sakinlərimizi və turistləri nələr gözləyir, bu barədə bizə Əfsanə xanım məlumat verəcək. Əfsanə xanım, hər vaxtınız xeyirli olsun. Bura gələn sakinləri nələr gözləyir, hansı sürprizlər var və detalları sizdən eşidək. Sabahınız xeyir olsun, hər vaxtınız xeyir olsun. Bulvar İdarəsi bu ilki yeni ilə özünüzə görürsünüz ki, xüsusi hazırlaşıb, xüsusi təmtəraqla hazırlaşıb, yeni tərtibat, yeni dizayn, yeni üslub özünü göstərir. Burada həm oturacaqların qurulması, həm də tərtibat üslub baxımından bir növ balaca bir kiçik şəhərciyi xatırladır. Bu ilki yarmarkanın yeniliklərindən biri də ondan ibarətdir ki, burada yalnız qidalanma yox, həm də əyləncənin müxtəlif növləri var. Əyləncə zonası da, sahəsi də yaradılıb. Onlardan biri də Dənizkənar Bulvar İdarəsinin təşkil etdiyi yarmarkada yeniliklərdən biri də buz meydançasının olmasıdır. Ünna Studiya tərəfindən qurulan və Nərgiz Fondunun təşkil etdiyi bu süni buz meydançası 750 kvadrat metrlik bir sahəni əhatə edir. İnsanlar burada rahat şəkildə konki sürə, əylənə bilərlər. Nəinki peşəkar, həm də həvəskarlar üçün də burada şərait yaradılıb. Buz meydançası beynəlxalq keyfiyyət və təhlükəsizlik standartlarına tam cavab verir. Yəni əyləncəsini konki sürməklə təmin etmək istəyən insanlar üçün burada hər cür şərait yaradılıb. Mən isə Rahil və Sevda sizdən ayrılmadan burada yaradılan digər şəraitə təqdim etmək istəyirəm. Hal-hazırda operatorumuz sizə burada yaradılan buz meydançasını göstərir. Əminəm ki, hər kəs bura gələrək öz övladları da, elə özləri də burada rahatlıqla əylənə biləcəklər. Elə mən də canlı yayımdan sonra Əfsanə xanımdan xahiş edəcəm ki, reportajımız üçün bizə şərait yaratsınlar. Xüsusi oyun meydançaları da var ki, hal-hazırda onlar yenə qeyd edim ki, səhər saatların olmasına baxmayaraq hələ tam olaraq açılmayıb və saat 12-dən sonra hər kəs bura gəlib əylənə bilər, istirahət edə bilərlər. Eyni zamanda burada kiçik bir şəhərci, kiçik bir kənd yaradılıb ki, onları da təqdim etmək istəyirəm. Görüntülərdən aydın şəkildə görmək olur. Hər bir köşkün özünə məxsus bir qida standartları var. Eyni zamanda axşam saatları bura tamam fərqli olur. Çünki havadan asılan xüsusi işıqlar buranın gözəlliyinə bambaşqa bir rəng qatır. Çox təşəkkür edirik. Məndən isə hazırda bu qədər, söz yenidən sizdədir. Çox təşəkkür edirik. Sujetini də gözləyirik. Əminəm ki, maraqlı bir material hazırlayacaqsan.